Gəlib çatdıq Dəmə. Yoldaşım da bizdən qabaq gəlmişdi bura. Dəmə qonaq çağırılmır. Bütün kənd toplaşır. Yemək olmur, yalnız rəqslər və hər kəs öz məharətini göstərir. Ev yiyələri də astaca mahnı ilə rəqs etməyə başladılar, açılış etdilər və rəqslər başladı ki, nə başladı? Toyun axırına kimi rəqslər davam edirdi. Sonra da Laləni apardıq evə yatsın və yenidən qayıtdıq toya. Doyunca əyləndik. Toyun axırında isə yoldaşımla balaca bir qız oynadı. Ona da həmin 50 manatı verdi. Çox gözəl şən dəm keçdi. Səhər isə üzə çıxdı var. Hazırlaşıb ora getdik və buradakı ənənəyə görə gəlin otağına girən hər kəsə balaca da olsa bir hədiyyə verməlidir. Bizim gəlin də uşaqlara corab pay verdi. Böyüklərə isə qətvə ya da dəsmal. Uşaqlar da öpüb təşəkkür etdilər. Lalə də sarışın olduğu üçün hamının fikrini cəlb edir. Gəlib öpürlər və gəlin də otağından çıxır.